Maraqlısı burasıdır ki, bu son vaxtlar bir neçə yerdən eşitmişəm sənin qaranlıq tərəflərin. Bu nədir? Bu necə olur? Necə olur ki, mənim qaranlıq tərəfim olur və mənim bundan xəbərim yoxdur? Aydındır. Bizim bu 15 günlük təlimlərdə biz simvol dilindən sonra zaten bunları keçə bilirik. Yəni qaranlıq tərəfi öyrənirik. Buna aid bir çox kitab var. Amma bunun əsas qurucularından biri Carl Jung'dır. Bəli. Qaranlıq tərəf deyiləndə nə nəzərdə tutulur? İnsanın şuur altında olan ən gizli yönləri, bəzən özünün belə özünə etiraf edə bilmədiyi o qaranlıq halı. Bəli. Misal, bəzən bir insan çox acımasız və ya qəddar ola bilər. Amma o realda çox mərhəmətli görünür. Amma onun qaranlıq tərəfi qəddarlıqdır. Qəddarlığı görünməsin deyə mərhəmətli davranır. Bəli. Və ya bir insan içdən içə, misal bir oğlanın içdən içə bəlkə də fahişələrə də meyli ola bilər. Çox istəyə bilər o tipli qadınları. Amma o bilinməsin deyə özünü aşırı namusu qoruyan bir tip kimi apara bilər. Yəni ona görə cinayət prosesləri baş verəndə orada müxtəlif orqanlar iştirak eləyir. Orada onların birisi izahatları alınır. Həmin vaxt istintaq gedir və o insanlar orada cinayəti niyə işlədi, kim bu hala yaxındır, kimin xarakteri xüsusiyyəti buna uyğundur. Bunlar çözülür. Bəzən bir çox cinayətlər heç üstü açıla bilməz. Niyə? Çünki bəzi insanlar öz içlərində olan qaranlığı gizlətmək üçün üst hissəyə o qədər böyük örtü çəkiblər ki, yəni onu maksimum mərhəmətli biri görürsən, amma əslində ən acımasız odur. Onu maksimum namuslu görə bilərsən, bəlkə də uşağa taciz eləyən odur. Murad bəy, bu nəyə bənzəyir? Yəni əslində hər kəsin içərisində yaxşı və pis tərəfləri var. Yaxşı, pis tərəf var. Hər kəsin qaranlıq tərəfi Bəli, var. bəli. Və hər kəs qaranlıq tərəfini şəfalandırmaq məcburiyyətindədir. Şəfalandırmaq üçün də onun üçün, misal üçün, əgər biri çox qəddardırsa, o aşırı mərhəməti daha üstün tutur ki, o qəddarlığı bastırsın. Mən istəyərdim ki, biz bilirsiniz də, mən təməldə fizikçiyəm. Ona görə bizdə hər şey səbəb və nəticə qanununa dayanır. Və bizim dediyimiz hər şey elmi metodikadan və praktikalardan keçib süzülmüş belə deyim, vasitələrdir. İzin verirsinizsə bu üzrə də eləyim seans. Həm də izləyicilər də görsün. Qaranlıq tərəfinin açılması. Yəni biraz bütün xalqın qarşısında olur. Amma nə niyyətə? Olsun da, olsun. Başa gələn çəkilər. Okey, nə etməliyəm indi? Sadəcə gözünüzü yumun. Aha. Verdiyim suala tam dürüst, dəqiq cavab verin. Tamam? Yaxşı. Dərin nəfəs al, ver. Həyatında ən çox vaxt keçirdiyin bir şəxsidir. Bu hansı dönəmə aiddir? İndi, şu an. Ən çox Həyat vaxt yoldaşı. həyat yoldaşın. Həyat yoldaşında bir bəyəndiyin, bir də bəyənmədiyin bir xüsusiyyətidir. Səslidir, ha. Səsli deməliyəm sənə. Deməli, Çox bəyəndiyin bir çox xüsusiyyətini, bəyəndiyim bir də bir heç bəyənmirsən deyən. hansı ki, mütəmadi olaraq çox yaxşı nəsihətlər verə bilir, tövsiyələr eləyir. Bəyənmədiyim xüsusiyyəti isə olur ki, nəsə almaq lazımdır. Yuxarı deyir, bunu sən çıxart. Heç xoşum gəlmir ki, mən orada onu aparmalıyam yuxarı. Hə, yəni sən qaldırmalısan. Deyir ki, sən qaldır. Sən deyir, məsələn, o maşındaca deyir, bir dənə sən bunu qaldır da yuxarı. Xoşum gəlmir, istəmirəm. Yəni çox bəyəndiyin tərəf onun zəkalı və ağıllı olması Bəli, və doğru yönləndirə bilməsidir. Bəli. Tamam. Burada indi qaranlıq tərəf deyim, aç gözünü indi. Burada qaranlıq tərəflər nədir? Birincidə onun yönləndirməsini sevirsən. Niyə? Çünki sən yönləndirə bilmirsən. Biz özümüzdə olmayan şeylərə aşiq oluruq. Mən yönləndirə bilmirəm. Siz yönləndirə bilmirsiniz və onun liderliyini sevirsən. Demək, o liderlik funksiyasını qazanmalısan sən. Həyat missiyalarından biri də budur. Liderliyi qazanmaq, yönləndirə bilmək. Yönləndirə bilmək. Əslində bu mənim ağrılı hissəmdir. Çünki qaranlıq tərəfə toxunuram hal-hazırda. Yəni bax bu əl işarəti belə onu göstərdi ki, nöqtə atış elədi. Düşündüm həqiqətən də liderliyi. İkinci isə onda bəyənmədiyin yön var, qıcıq olduğun yön. O bu şeyi qaldırmır. Əslində o hər şeyi qaldırır. Sən çox istəyirsən. Yəni sənin gözləntin və insanların sənin üçün bir şey eləmə istəyin çoxdur. Yəni Muraddan çox şey istəyirsən, artıq istəyirsən. Deyirsən Murad su ver,
Sonra desən çaydanı da verir, Siz nə çaynikı bildiniz də ki, mən verir. onu çox istəyirəm. O nəyə əsasən deyirsiniz? Çünki burada çıxıraq şuuraltı dildə. Bax nə deyirsən ona deyirəm qaldır, o qaldırmır. Bu bəyənmədiyimdir. Sual. O niyə qaldırsın ki? O öz veşini verir mənə ki, sən qaldır. Əslində siz elə algılayırsınız. Əslində o normal qaldırır. Sən çox şey istədiyin üçün, yəni çox dəfə istəyirsən qaldırmaq. Ona görə o qaldırmır. Yəni burada da yenə nəyi aşkarlayırıq? Demək insanlardan bir çox şey istəyə bilirsən. Məsələn, bura gəlir. Gözlənti ola bilər. Gözlənti olur. Yəni bu bəlkə də insanlar sənə etiraf etməyib. Aha. Mən də indi öyrəndim, yəni sözərək öyrəndim. Çünki biz çəkilişdən çəkilişə burada oluruq. Yəni misal, Murad gedib mağazaya. Murada deyirsən ki, gələndə mənə dondurma al. Sonra bir də deyirsən ki, su da al. Sonra deyirsən ki, çörək də al. Aydındır. Sonra bir də artırırsan. Aha. Aydındır. Bu halda, yəni Muraddan bir şey yox, bir çox şey istəyirsən. Amma özün bunun fərqində deyilsən. Bilmədən insanlardan çox şey istəyə bilirsən. Mən istəməklə bağlı mən düşünürəm ki, böyük bir problemim var. Problemin yoxdur. Problem elə çox istəməyinlədir də Allah bitirsin. Elə problem oldu da sən çox istəyirsən. Orada biraz burada sizlə problem olsa eləyirəm. yaxşıdır. Birinci hissədə tam sizdən %100 razıyam. %100 razıyam ki, məndə bu yoxdur. Uşaqlarım da belə bunun əziyyətini çəkirəm. Baxın, mən sizə bunun izahını verim. Məsələn, mənə bu test olunanda mən dostum yanımdaydı. Dedim onun ən çox bəyəndiyin cəhəti, onun ən bəyəndiyim cəhəti, yəni daha çox soyuqqanlı olması idi. Tamam. O soyuqqanlı olmasını bəyənirəmsə, demək mən nəyəm? İstiqanlısınız. İstiqanlı, yəni duygusal deyək. Aka. İkincidə onun bəyənmədiyim xüsusiyyəti məni gözlətməsidir. Hər dəfə maşınla gəlib onu gözləyirdim. 3 dəqiqə, 5 dəqiqə ki, bu düşsün. Əslində o gözlətmir məni. Mən tələsirəm. Hə, başa düşdüm. Mən tələsirəm deyə bunu gözləmə kimi görürəm. Yəni o 3 dəqiqə mənə 3 il kimi gəlir. Çünki beyin olaraq mən tələsirəm harasa, qaçıram elə bir. Yəni 3 dəqiqə gözləmək niyə bu qədər böyüsün ki? Normal halda. Demək Murad arasa tələsir. Hər zaman tələsir ki, artıq bu onun beynində böyük bir qlobal problem olub da. Birinin Muradı 3 dəqiqə gözlətməsi 3 il kimi gəlir. Aydındır? Bu da bax şuuraltı o qaranlıq tərəfləri açmaq üçün metodlar var. Sizə bir metodu göstərdim. Yüzlərlə metod var. Bunlar da təlimdə öyrədirik. Bunlar hamısı təlimdə öyrədilir. Hər biri təlimdə vardı. Yəni necə deyim sizə, hər bir vəziyyəti açmaq üçün, Hər bir vəziyyəti açmaq üçün bizdə seans vardı. İstənilən halı. istənilən halda.